Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Xüsusilə də bu gün imtahan verən 9-larım məncə daha yaxşıdırlar, çünki dediyim kimi imtahan rahat düşmüşdü. Vurğuladığım bütün nüanslar imtahana düşmüşdü. Son izah videoma baxan 9-cu siniflər təbii ki də qazanıb, çünki ən incə nüansları mən o videoda izah etmişdim. Xüsusilə də eyni tipdə sualların düşdüyünü özünüz görəcəksiniz. Yəni bu videoya baxandan sonra kim baxmayıbsa 9-larından hansı ki imtahan verməyiblər, mütləq şəkildə 9-cu siniflərə dəstək videoma baxsınlar və ilk olaraq öz şagirdlərim haqqında məlumat verim. Mesajların hələ yarısına baxa bilmişəm. 2 dənə şagirdim imtahandan 100 bal toplayıb. Esseylərdən tam əminəm ki, doğru yazıblar. Bir şagirdim də dinləmədə bir gözmüncük olmuşdu. Xeyirlisi ümumi, amma vəziyyət yaxşıdır. Əksəriyyət də deyir ki, mənim su kimi idi, xüsusilə də qrammatika. Çox bəyəndim. Bir short tekstdə çox incə bir nüans vardı ki, ona şagirdlər, hər şagird diqqət etməyəcəkdi. Çox bəyəndim o sualı. Qalanlar quite okay suallar idi. Yəni qrammatikadan ümumiyyətlə təkrar suallar hətta deyərdim düşmüşdü. Gəlin uzatmadan və biraz gec oldu, düzdür, evdə olmadığım üçün gec izah elədim. Düzü heç izah eləməyəcəkdim. Gördüm şagirdlər YouTube-dan nömrəmi götürüb yazırlar ki, müəllimə sizin izahınızı gözləyirik. Ona görə də heç nə dedim ki, söz verdim ki, izah olacaq bir gün. Bu arada bundan sonra 9-lara özəl motivasiya videom var. Onda təsəvvür edin, onu bu günə şagirdlərim üçün editləyib paylaşacaqdım. Çatdıra bilmədim. İnşallah onu da editləyib bundan sonra paylaşacağım. Düzdür, biraz gec olacaq, eybi yoxdur. Bundan sonra 2 dənə mərhələdə onsuz şagirdlərimiz var. Onlar baxıb yararlanarlar. Belə, gəlin başlayaq 5-ci sualdan short tekstdə. Çünki dinləmə məndə yoxdur, 4 sualdır. Yəni onsuz ki, o orada yazılıb gedib. Transkriptdə olsaydı bilirsiniz ki, mən həmişə onun üzərində izah eləyirəm. Amma bu dəfə əldə eləmədiyim üçün 1-ci ilə 5-dən başlayaq. Short tekstdə uşaqlar nə deyir? Baxaq bir-bir tərcümə edək. Thank you for applying for the job as a lawyer. We would like to invite you for an interview. Nəsə deyir ki, təşəkkür edirəm. Belə deyim, hüquqşünas olaraq işə müraciət elədiyiniz üçün biz sizi saat 11-də sentyabrın 21-i 2-ci gün dəvət edirik sizinlə intervyuya. Bəli, dəvət edirik və deyir ki, siz müdirlə yəni görüşmüş olacaqsınız. Və deyir ki, Emily White and the interview nə deyir? Will last for about 45 minutes, 45 dəqiqə çəkəcək. Və deyir ki, əgər deyir, yəni nərəsi bir sualın varsa və yaxud da intervyunun vaxtını dəyişmək istəyirsənsə, bizə zəng edib və yaxud da mail yaza bilərsən. Sən bundan başa düşürsən ki, nəsə kimsəni intervyuya çağırırlar. Və burada baxırıq nəyə? Aferin. Bu arada şagirdim Sevginin imtahan kitabçasıdır. Hansı ki, bugün 9-cu sinif imtahanında iştirak eləmişdi və tam bal toplamışdı. Mən əminəm ki, essesi də tam doğrudur. Çünki onun essesini heç vaxt mən səhv görməmişəm. İnşallah ki, imtahanda da diqqətsizlik səhv etməz və 100 bal ilə müəlliməsini sevindirər. Mən həmişə 100 bal ilə tələbələrimə həmişə özümdən xatirə bir maraqlı bir hədiyyəm olur. İnşallah bu sevgiyə də qismət olacaq. Və Hüseyin də var bu arada. Hüseyin də yazaq. O da baxacaq çünki videoya. O da 100 bal toplayacağını deyir. Hamısını düz yazıb. İnşallah ki, yaxşı olar və ümumiyyətlə 100 bal olsun, 90 plus olsun, yəni eyni baldır mənim üçün. Olan şagirdlərimin sayı inanıram ki, bundan sonra daha çox olacaq. Çünki məni ən çox sevindirən bazası güclü olan şagirdlərin özüm belə onları tanımadan gəlib məni tapmasıdır, dərslərimə qoşulmasıdır. Bu da mənim üçün ayrı bir qürur hissidir ki, mən getdikcə tanınıram və şagirdlərin diqqətini cəlb edirəm. Okay. Nəysə, ilk dəfə olaraq bu qədər biraz çox danışdım. İndi keçdik əsas məsələyə. Burada Sevgini tərifləyirdim. Sevgi, afərin sənə. Nəyə görə? Burada deyir ki, nə qədər çəkib? Deyir, half an hour, yarım saatdan az çəkib. Uşaqlar bunu saat yarım kimi görüb götürüblər. Yəni, anı götürüb silmisən sənə, afərin. Yəni, yarım saatdan artıq olmalıydı. Çünki burada nə olub? 45 deyir. 45 dediyi üçün burada more olmalıydı. Ona görə yanlışdır. Sonra nə deyir? İşə qəbul olur. Bu haqda məlumat yoxdur B-də. Sonra vaxtı deyir ki, Emily White will meet the Sophia Harris. Yox, görüşəcəkmi? Vaxtı dəyişməklə bağlı. Bu haqda da məlumat yoxdur. If Jessica has any questions, she won't be able to phone. Əgər sualı olsa HR-a deyir,
mesaj yazıb və yaxud da zəng edə bilməz. Xeyr, burada sənə əlaqə nömrəsi də verib. Bu da yanlışdır. Bunlar hamısı getdi. Bəli, Sevgi, aferin, düz yazıb. Variantımız olacaq Y variantı. Jessica is invited to the interview on September 21st. Bəli, o sentyabrın 21-i intervyuya dəvət olunmuşdu. Yəni doğrudur. Keçirəm Y variantına. 6-da join our summer camp for kids today. We'll have fun games, arts and competitions. Bəli. İki cümlədən başa düşürəm ki, nəsə kampda söhbət gedir bu günləri və nələrdən ibarətdir? Maraqlı oyunlar, incəsənət, yarışlar. Gözəl, yəni dostlar əldə edə bilərlər və burada special discount, discountun mənasını bilməliyik. İndirim var deyir. İndirim hansı halda olacaq ona baxın. İndirim o halda olacaq ki, əgər eyni ailədən ikinci uşaq gələcəksə. Və vaxtı nədir? Deyir ki, bugün deyir nədir? It's the last day for signing up. Qeydiyyat üçün sonuncu gündür. Yəni, indi bura baxaq. Yəqin ki, burada bəzi yerlərdə qarışdıracaqlar. İncə nüanslar olacaq. Bax, A-da deyir ki, only one child from family is allowed to attend the camp. Xeyr. Ancaq bir nəfər yox, bu haqda məlumatın yoxdur. Hətta deyir ki, ikinci olsa indirim olacaq. Yanlışdır. Signing up for the camp will last till the end of next week. Next week yanlışdır. Son bir gün qalmışdı. C-yə baxıram. The camp provides children with different activities. Deyir ki, uşaqlara neyniyir, nələr təklif eləyir, nədən ibarətdir bu kampda, nələr ola bilər, müxtəlif aktivitelər, yəni oyunlar falan. Bu haqda da ikinci cümlədə bildirmişdi. C doğrudur. Afərin sənə, Sevgi. The second child of family can attend the camp for free. Burada nə deyir? İkinci deyir uşaq, ailənin uşağı pulsuz şəkildə kampda iştirak edə bilər. Xeyr, sadəcə deyir ki, burada indirim var. Y-də də discount is for all who can participate in camp. Yəni, burada deyir ki, bütün uşaqlara aiddir bu indirim. Hansı ki, onlar kampda iştirak edirlər. Xeyr, ailənin yalnız ikinci uşağına aid idi. Ona görə biz burada Y variantında çıxırıq. Variant olacaq C variantı. 7-də Hi Jane, you're invited to my birthday party. It will be on Saturday at 3 p.m. at my house. You have to wear a special costume for the birthday party. See you soon. Deyir ki, yəni, xoş gəldin mənim ad günü partimə olacaq. Yəni, sənə dəvət olunursa mənim partimə, yanacağıma. 6-cı gün saat 3-də olacaq. Deməli, günə fikir verirsən, saata fikir verirsən və bunun evində olacaq. Sağ ol, Sevgi. Tam mənim kimi işləmirsən bunu. Amma burada nə var? Nə geyinməlisən? Mənim, belə deyim, ad günümə xüsusi bir paltar geyinməlisən. Ona fikir verirsən. Okay. Deməli, baxırıq indi bir variantlara. The birthday party will held in restaurant. Restoranda yox, evində olacaq, getdi. Visitors should wear official dress. Official sözü yanlışdır. Mən deyirdim nədir? Bax, həmişə dönə-dönə. Neçə dəfə demişəm ki, sözlərin hamısına bir baxın. Hamısı düzdür, official sözü yanlışdır. Çünki burada sənə special deyir. O da getdi. C-yə baxıram. Jane can participate at the party on Monday. Birinci gün iştirak edəcək. Xeyr, 6-cı günü idi. O da getdi. Carla will celebrate her birthday alone. Yalnız, xeyr, keçirməyəcək. Çünki dəvət eləyir dostlarını. Y doğrudur, bəli. Jane should wear specific dress. Specific special sinonimidir. Bəli, xüsusi bir paltar onun ad gününə geyinəcəkdir. Olacaq variantımız Y variantı. Keçirəm 8-ci suala. 8-də uşaqlar. What is the purpose of changing directions of the rivers running off the Aral Sea? Okay, bu sualın cavabı nədir? Ona fikir verirsiniz uşaqlar. Bunun deyir məqsədi nədir? Məqsəd sözünü bizim açar sözümüzdə, changing direction sözü bizim açar sözümüzdür. Running to. Deməli, mən bu sözləri mətndə axtarıram. Mətndə axtarıram ki, məqsədi nə idi bunun? Məqsədi o idi ki, baxın, İkinci abzasda cavabı. 1960-cı illərdə nə deyir? However, the sea started to disappear in 1960s as most of the river water which can run to the Aral was used for watering. Nə üçün işlənib? Used for watering cotton fields. Yəni, pambıq sahələrini sulamaq üçün istifadə olunurmuş bu. Bu haqda sizə olduğu kimi cavab verib deyə götürəcəksiniz nəyi? Y variantını. Keçirəm burada nəyə? 9-a mətn haqqındadır. Mən sizə nə demişdim? İlk 2 cümlə, son 2 cümlə. Lake Aral or Aral Sea is situated in Central Asia.
The name of the sea means the Sea of Islands because of the many islands in it. Bu iki cümləni oxuduq. Söhbət nədən gedir burada? Aralıq dənizindən söhbət gedir və harda yerləşdiyini deyir və Adalar dənizi adlanır. Son iki cümlə. The fishing business in the area is destroyed. Balıq sahəsinə belə deyim də zərər dəyir, nəsə də belə deyim yararlı deyil. Bu tipdədir bu cümlə və son cümlədə deyir ki, today only 10% of the sea exists and it will get dry in future. Gələcəkdə deyir ki, ümumiyyətlə deyir, indi bu dəqiqə bu dənizin 10% yalnız mövcuddur və gələcəkdə də quruyacaq. Deməli, ümumi başa düşdüyümüz ki, söhbət Lake Ariel'dan gedir və yaxud da Ariel Sea-dən gedir və bu hansı ki gələcəkdə nə olacaq, yox olacaq. Yəni mən burada götürəcəm hansı variantı? Afərin sevgiyə. Yenə olacaq B variantı. The sea in danger of disappearing. Disappear sözünü bilməyən şagird bunu təbii ki yaza bilməyəcək. Yəni yox olmaq təhlükəsində olan bir dənizdən söhbət gedirdi. Yaxşı. Bax, A variantında söhbət düzdür var idi, abzasda var idi. Hansı ki climate haqqında da danışa bilərdi, amma ümumi mən bunun adını nə qoymalıyam? Ümumi 3 abzasa aid olan bir şeydən qoymalıyam və görürəm ki, hər yerdə arrow sözləri var da, deməli bundan gedir. Yaxşı. Sadəcə onu biraz başqa formada biz variantlarda gördük ki, sən artıq burada tərcümə eləməlisən. Yəni bir DC yazıb və onu təyin edən sözlərdən ibarət bir variantdır. 10-cu sualda deyir ki, the Ariel Sea, ona aid doğru fikir. Has warm winters and cold summers. A səhvdir. Baxın, yaşıl renkdə bu hissədə yazmışdım. Cold winters and hot summers olacaq. Yəni yanlışdır. Warm deyil. B-də is full of fresh water sources. İndi yəni tam da təmiz su resursları yoxdur. Son ikinci abzasdan sonuncu cümləyə fikir verin burada. The fishing business area is destroyed. Now fresh bu hissədə. Water sources are reduced. Azalıb, yəni təmiz su sahəsi. Ona görə yanlışdır. Deməli, A getdi, B getdi. Gained a lot of water at the end of 1900-cü illərdə. Xeyr, bu da yanlışdır. Yanlışdır. Əksinə daha da azalır. Və deyir ki, now it's now used for the fishing industry. İndi də işlənirmi? Xeyr. Fikir verin, burada yazılmışdı. Bax, the fishing in business in area is destroyed. Yəni destroyed nə deməkdir? Yəni işlək vəziyyətdə deyil, artıq yox vəziyyətindədir. O səbəbdən onda çıxacaqsan. Olacaq Y variantı, bəli. Receives water from two main water sources. Hansılar onlar cümlədə verilib. Bax bu hissədə. Two main sources of water and yazır. Dərya and Sir Dərya Rivers. İkisinin adı da var. Ona görə o variantımız doğrudur. Olacaq variantımız Y. 11-də hətta sevgiyə baxın mənim kimdə yazıb. Həmişə yazanda yanında variantı yazırdım. Afərin sənə. 11-də deyir ki, səhv fikir. Səhv fikirə baxaq. Deyir ki, today Ariel Sea is one of the world's largest lakes. Xeyr, məntiqlə də bunu baxan kimi bilirsən ki, A variantıdır. Səbəb odur ki, bu dəniz ümumiyyətlə yoxa çıxacaq. Yoxa çıxacaqsan necə ən geniş göllərdən biri olsun. Keçmiş olsaydı bəlkə biz onu düşünə bilərdik azca. B-də there are a lot of islands. Bəli, çoxda hətta adalar dənizi adlanılırdı. Bəli, C-də düzdür, quraqlıq olacaq çünki yəni onun suyu ona görə də belə deyim azalır. Sonra bəli deyir ki, nə olacaq? Yox olacaq. Bu da düzdür. Y variantında da nə deyir? Connected with islands. Bəli, bu da doğrudur. Yəni adı deyir ki, adalarla bağlıdır. Bəli, o da doğrudur. Çünki dediyim kimi nə idi orada? Altından xətt çəkək. Bax, Sea of Islands deyir. Yaxşımı? Okay, keçirəm 12-yə. 12 rahat idi. Düzgün fikir istəyir. As the Ariel Sea dries. Bəli, quruduğuna görə o bizim ətraf mühitimizə təhlükə yarada bilər. Bəli, bir doğrudur. 2-yə baxıram. There is three parts were formed on the Ariel Sea because of heavy. Heavy xeyr. Heavy sözündə yanlışlıq var. Heavy yox, little sözü var. Ona görə bir sifət sözünə görə sizi yenə çaşdırıb. 2-də çıxırsan. 3-də. Today only a little part of Ariel Sea exists. Bəli, çox az bir hissəsi mövcuddur. Exist sözünü bilməyənlər qeyd etsin. Çox düşür gördüyünüz kimi. Mövcud olmaq deməkdir. Okay. Bu da doğrudur. Bu hissədə, ən sonuncu hissədə biz bunu müzakirə eləmişdik. 4-də the level of water in Ariel Sea will rise in the future. Artacaq deyir. Xeyr, artmayacaq. Artmayacaq, onunla bərabər hətta yox olacaq.
Disappear yazılmalıydı. O söz yəni yanlışdır. Gördüyünüz kimi, həmişə dediyim kimi sözlərin hamısı düz gəlir, bir sözdə neyiniyir? Bizi çaşdırır. Keçdik qrammatikaya. Qrammatika easy peasy idi. Ən rahatı qrammatika idi deyərdim. Gəlin keçid edək qrammatikaya. Baxırsınız nəyə? Burada mübtəda xəbər uzlaşmasıdır. Bəli, mənim şagirdlərimə öyrətmişdim. İki isim yan-yana olanda sonuncu sözün dominantdır. Causes sözü cəmdir. Cəm olduğu üçün xəbərlər cəm olacaq. Bəli, Y variantı. 14-də okey, xəbər gördüm təkdir. Bəli, both and olar, not only-nin but also-su yoxdur. Neither nor olar, either or olar. Rahat düşüb bağlayıcı Y variantı. Bəli. Nə post office, nə də bank deyir, açıqdır. Neither norun xəbəri həmişə tək olur uşaqlar. 15-də I don't think you. Bunu mən dönə-dönə uşaqlara izah eləmişdim. Yadınıza düşür, həmçinin demişdim ki, want-la wouldn't-u qarışdırmayın. Dərsin özündə də öz uşaqlarıma, fərdi uşaqlarıma da demişdim. To-nu gördüm. Deməli, mən bilirəm ki, should-dan sonra to işlənməyəcək. Won't be able to olmalıdır. Aferin sənə sevgi. Bu da getdi. Will be able to olmalıdır. Bu da getdi. Haven't olmaz. Have ilə to'nun arasına heç vaxt söz girməz. Bu da getdi. Variantımız bəli, C variantıdır. Həmişə will be able to, həmişə shall be able to olur uşaqlar. Və yaxud da should be able to. İndi yazıram vaxt getməsin deyə. Bir də would be able to olur uşaqlar. Yaxşı, indi ardı da eyni şeydir deyə. Belə də yazdım. Qarışdırmırsınız. Yəni tərcüməsi nə deyim? Mən deyir, düşünmürəm ki, sən 2 həftəyə bütün deyir hekayəni oxuya bilərsən. Yəni romanı da oxuya bilərsən. Yaxşımı? Okey. Keçirəm 16-cı suala. 16-da çox demişdim. Nə demişdim sizə? Demişdim ki, uşaqlar, last sözü belə deyimdə bu tipdə sözlərdən düşəcək. Nextdir, lastdır. Yəni rahat olacaq zamanlardan. Yenə hər ehtimal mən şagirdlərlə işləmişdim. Yenə də işimizi şansa saxlamamışdıq. Çox rahat olur. Hətta 11-ləri də belə rahat bir zaman zərfi düşmüşdü. Bəli, görürsən keçmiş zamanda didlə spent yazıb bilirsən ki, keçmiş olan variantın bir dənə D-dir. Heç bunda heç qalmağa belə dəyməz. Misal üçün sizi çaşdırıb burada heç did, heç spent də deməyib ha. Yəni heç çaşdırmayıb sizi. Keçirəm 17-yə. 17-də trousers sözü görürəm cəmdir. Cəmdirsə this, yəni tək işarə vəziylərini çıxıram. Mən bu şalvarı deyir bəyəndim, amma onun rəngini bəyənmədim. Bu kopya dimdə də vardı bu tipdə sual, eyni tipdə düşüb. İndi söhbət nədən gedir? Bu şalvarı bəyəndim. Şalvar sözü müəlliməm mənə öyrədib ki, 2 hissəlidir. 2 hissəli olduğu üçün də həmişə cəmsimdir. Bəli, bilirsən ki, onun rəngi də trousersa aid olduğu üçün cəm olacaq. Onun rəngi öz rəngindən söhbət gedir. Götürəcəksən burada cəm əvəzliyi. It's olmaz trousers sözü çünki nədir? Cəmdədir. Bunları çıxacaqsan. 18-də nədir? Opposite sözün mənasını bilirik ki, nədir? Əks mənalı olan bizə sözlər deyir. Agree, razılaşmaq, accept, qəbul etmək, antonim deyil. Daxil olmaq, ziyarət etmək, antonim deyil. Görmək, eşitmək deyil. Başlamaq, begin, start, bunlar da sinonimdir, yanlışdır. Ona görə B variantı olacaq, bəli, unutmaq və xatırlamaq antonimdir. Çox rahat suallar idi. Şagirdlərim özləri də bilirəm ki, bunları göz yumulu şəkildə işləyiblər. 19-cu sualı sevdim. 19-da nə deyir? Həmişə bir dənə leksik sual düşür imtahana. A person who is head of school. Məktəbin deyir başçısı, bossu da bir növ nə ola bilər? Müdir mənasında, bəli, principal sözü götürülə bilər. Spy sözünün mənası uşaqlar casusdur. Yəni bu ola bilməz. Digərlərdə təbii ki olmaz. Müdir mənasında, direktor mənasında biz B-ni götürəcəyik. 20-ci sual. 20-ci sualda həmişə heç mən bu sualı izah eləməkdən bezdim. Amma bu din bunu salmaqdan bezmədi. Nə qədər insan have yazar. Heç olmaya arada bir need-dən falan salarsınız da. Nəysə. Deyə have long legs. Uzun ayaqları var maralların. Sən görsən ki, mən nə demişdim? 1555 dəfə demişəm ki, have-dən sonra ancaq got gəlsə və have-dən sonra participle to, yəni demək istədiyim bitmiş zaman olsa uşaqlar nə edəcəksiniz? Onda bunun sualını və inkarını özü ilə düzəldəcəksiniz. İndi sən have-dən sonraki sözü gör. Longu görürsən ki, nədir? Bu sifətdə nə qotdur, nə də bitmişdir. Deməli, sualın inkarı özündən düzəlməyəcək. Sən burada have-ləri çıxırsan və görürsən ki, deyə sözü təki cəmi eyni olsa da xəbərindən bilirsən ki, have nədir? Xəbərindən bilirsən ki, have cəm xəbərdir. Have cəm olduğu üçün deməli doesn't da yazmayacaqsan, bu da getdi.
Və söhbət yenə cəm mübtəda olduğu üçün it olmayacaq, don't z olacaq, yəni D variantı. Gözəl sual idi. Bu sualı sevdim. Növbəti keçid edirəm 20-ci suala. Exhibition sözün mənası sərgi deməkdir. Olacaq a public show of art or other things. Yəni C. Dessert sözünün mənası, yəni bu nə idi? Şirniyyat mənasındadır. Yəni sweet food eaten at the end of the meal. B variantı. Desire bir şeyə belə deyim də istek mənasında işlənir. Mən bu sözü axırıncı dəfə 9-larımın sürət qrupundan soruşmuşdum. İnşallah ki düz yazıblar hər biri. Olacaq burada C variantı. 22-ci sual tərcümədə deyir ki, o evə çatan kimi yerində uzandı. Yerinə uzandı, yəni yerinin üzərinə uzandı. Tərcümə ilə avtomatik bilirsən ki, D variantıdır. 23-də I met old friend in street. Okay. Burada artikel mövzusudur. Artikeldə görürsünüz ki, mən şagirdlərimə demişdim. Sifətdən sonra dəstədə demişdim. İsim gəlirsə, YouTube izahımda da var. Sifət üstəgəl isim gəlirsə və bu ismimiz, yəni buradakı friend sözümüz bizim sayılan təkdirsə, demişdim 85-90% hallarda en artiklı olur. Boşluq heç vaxt olmaz. Old sait olduğu üçün E artiklı olmaz. D artiklı olmaz. Bəli, street sözündən sonra in gördüksə, küçə sözündən həmişə D artiklı işlənir. In the street olacaq. Yəni, həmin küçədən söhbət gedir. Deyir, mən yolumda gedərkən, yolumun üstündə, yəni küçədə dostumu gördüm, köhnə dostumu gördüm. Müəyyən bir küçədən söhbət gedir. Dünyanın bütün küçələrindən getmir. O mənada siz o məntiqlə Z artiklı yazmalısınız. Yəni, ümumiyyətlə yadda saxlayın. Sayılan tək isimdirsə, sayılan tək isimi həmişə saymaq lazımdır. Belə deyirəm uşaqlara. Yəni, sən heç vaxt orada boşluq yazmarsan, onu təyin edən mütləq ki, bir şey olmalıdır. Bəli, son 2 sualımız qaldı. 24-cü sualda passive voice nə əcəb asan düşüb. Mən yəni sevindim bunu görməyimə. Son 2-3 ildir biraz çətin versiyası düşürdü. Yenə də rahatlaşmırsınız. Ola bilər ki, növbəti 9-lara digər bunun forması düşə bilər. Misal üçün, bu dəfə sinonim düşübsə, antonim düşə bilər. Yəni, 2 dənə leksik sual düşüb sizə. Misal üçün, bir sinonim, bir antonim. Yəni, hazır olun ki, oradan düşəcək. Sonra definition-da bilirsiniz ki, rahat düşəcək. Misal üçün, sifət düşə bilər. Mən burada sifət sualı görmədim. Ona da diqqət edə bilərsiniz. 24-də, çünki qrammatika suallarını sayını azaldıblar deyə, ola bilər ki, bu imtahanda düşməyən suallar mövzulardan növbəti imtahana düşsün. Gərək onlara diqqət edəsiniz. Onsuz hər biri ilə bağlı məndə öz səhifəmdə izahlar var. Mütləq şəkildə onlara baxmağınız tövsiyə olunur. Okay, sualda deyir ki, someone stole, stol keçmiş zamandır. Ego da mənim onsuz burada gözümü deşir ki, mən keçmiş sadə zamanım. Və stol sözünü gördüm ki, keçmişdi. Nə edəcəm? To be-nin keçmiş zaman forması plus participle to. Okay, bunu öyrəndik. Baxırıq tamamlığımız. His suitcase deyir. Bəli, bu tamamlıqdırsa, mənim mübtədam eyni olanı götürməyəcəm. Həmişə demişəm, iş görənlə üzərində iş görülən heç vaxt eyni olmaz. Eyni mübtədanı avtomatik çıxdım. Was-dan sonra been gəlməz. Was onsuz to be-dir. İndiki zaman olmaz, indiki zaman olmaz. Ona görə variantın qaldı A variantı, yəni was suitcase tək olduğuna görə participle to stolen, sonra heç nə. Onun da ardı yazılması da olar. 25-də rahatdır. Deyir ki, hansı sözlərimiz sinonimdir? Bəli, sinonim olan variantımız görürük ki, correct true, daha bu sözləri görməkdən daha bezmisiniz. Empty çox, yəni çox klassik sözlərdir. Yəni bunu heç izah eləməyə adam ürəyi gəlmir. Boş deməkdir, crowded izdihamlı deməkdir, antonimdir, different fərqli, same eyni yanlışdır. Yəni bunlar antonimdilər. Elegant, attractive, bəli, cazibədar mənasında sən götürə bilərsən. Variant olacaq 1-4. Və saftirik şagirdlərim. Bəzi şagirdim, Hüseyin adlı şagirdim. Bu, burada ürək atdığım 2 dənə, yəni 100 bal yazan şagirdim. İnşallah ki, nəticə 100 olacaq. İnanıram olacaq, görək. İndi diqqətsizliklər də ola bilər, amma ki, imtahanda onların nəticələri həmişə yüksək olub. Nə eləmişdilər? Hüseyin də OTK-nın axırıncı imtahanda hamısını düz yazmışdı. Yəni, imtahan nəticəsi 26-26 idi. Elədiyi səhv baxım buydu. Cavab elə 1-4 idi. Yəqin ki, bunu yazanda, kodlaşdıranda gülüb. Normalda uşaqlar, bu tam sözü bizdə nədə lazımdır? Riyaziyyatda. Siz bunu kodlaşdıranda mütləq şəkildə 1 və 4 kodlaşdıracaqsınız. Yəni, sizin burada vergül qoymağa ehtiyacınız yoxdur. O qədər ki, esse yazanda uşaqların vergüllərinə fikir verirəm. Linking wordslərdən sonra vergül qoymağı unutmayın. Belə bir şeylər və yaxud da olur da
Bəzi nüanslarda vergüllərə fikir vermək lazımdır. Ona görə gedib kodlaşdıranda da vergül yazırlar. Elə səhv eləməyin. Gedib bax 25 dənə düz çıxmışdı. Nədir? Cavabı belə bu formada kodlaşdırdığına görə. Ona görə siz diqqətli olun, sessiz olun, yəni belə səhvlər imtahanda eləməyin. Bu arada 26-cı sual hardan düşmüşdü onu da yazıram. Mənim trilyon dəfə imtahanda müəllimə dinləmə və mətn tapşırıqlarından nəyə siz tövsiyə eləyərsiniz? O haqda mən belə bir nəsə yaza bilmədim, burada yazım. Exam Target kitabıdır uşaqlar. Nə tövsiyə edirsiniz ki, biz praktika edək, istər 9, istər 11-lər üçün mən dönə-dönə bunu, istər surət qrupumda, istər əyani qrupumda, istər onlayn qrupumda bu kitab o qədər keyfiyyətli kitabdır ki, İmtahanlar da bundan salınır. Çox ideal kitabdır. Praktika üçün də idealdır. Sinonim, antonim sözlər də bu kitabın axırındadır. Yəni bu kitabı mütləq şəkildə almağınız lazımdır. Nəyə görə bunu çox tərifləyirəm? Biz bunu şagirdlərlə müzakirə etmişdik. Hər biri bunu mənə yazıb atmışdı. İnşallah ki də imtahanda da elə diqqətsizlik eləməsələr tam balda düşər. Bu essenin özü bu kitabdan düşmüşdü. Ola bilər ki, növbəti suallarda, şəkillər də buradan düşər. Çünki onsuz hazır şəkil var da, nəyə görə gedib əlavə şəkil qoysunlar ki? Ona görə bir ona nəzarət edin. Exam Target kitabın arxasında da bu esse nümunələri əsasında cavablar da yazılıb. Ona da baxa bilərsiniz ki, özünüzün belə deyim, yazı bacarıqlarını inkişaf elətdirəsiniz. Belə. Həmişə dediyim kimi esselərdə çalışın ki, linking wordslərdən istifadə edin. Buna da bal verilir, yəni. Bu yazılmasa balınız kəsilə bilər. İkinci nəyə fikir verin? İkinci odur ki, keçmiş zamanda olan bütün cümlə nə olmalıdır? Keçmiş zaman olmalıdır. Çünki ardıcıl hərəkətlər hər biri keçmişdə olur. Yaxşı? Belə. Hər birinizə uğurlar arzulayıram. Son olaraq da yenə deyirəm, yay qrupum həmişə bütün videolarda deyəcəm. Yay qrupu ortalarına gələnə kimi deyəcəm. Sonrakılar artıq özləri itirmiş olacaqlar. Mən istəyirəm ki, çox şagird bu qrupdan faydalansın. Xeyrini də çox görəcəksiniz. Gördüyünüz kimi öz şagirdlərim bilir ki, yəni nə deyirəmsə o da imtahana düşür və praktikada nə edirəmsə o da düşür. Mən çox şagirdləri yükləməyi xoşlayıram, amma səviyyəli testlər, hansı ki imtahana düşə biləcək testlər və lazımlı sözləri öyrədirəm. Yəni çox yükləmirəm məncə. İndi siz bu yay qrupuna qoşularaq 9-lar nə olsun ki imtahan vermisiniz? 10-cu sinif, 11-ci sinifə tam şəkildə yəni bu proqrama hazır olacaqsınız. Həm də bildiklərinizi unutmayacaqsınız. Onsuz ki iyun ayının ortaları bitəcək. Yəni çox da yorulmayacaqsınız məncə. Ki biz ancaq dərsdə qrammatika və yaxud da ancaq dinləmə eləmirik. Həm mətn işləyirik, həm onun sözlərini müzakirə edirik, həm conversation tipli o mətnin suallarına uyğun, mövzusuna uyğun suallar veririk bir-birimizə. Yəni hər bir bacarığımız inkişaf eləyir və çox maraqlı olur. Yəni avqustda olan qrup belə deyərdim, daha belə ciddi formada olur. Amma yay qrupu, yəni imtahan məsuliyyəti hələ yaxın bir neçə ayda olmadığı üçün uşaqlar daha rahat şəkildə dərslərinə diqqətli şəkildə yanaşa bilirlər. Belə, yəni bu yay qrupuna məncə qoşulmaq fürsətini qaçırmayın. Qoşulan şagirdlərimdən də xahiş edəcəyim ki, yay qrupu haqqında öz fikirlərini komment bölməsində bölüşsünlər ki, siz də görüb, əgər uyğun olacaqsa sizə təbii ki, vaxtları qoşulmağınızı istəyərəm. Hansı ki, dəyişməz vaxtlardır. Onlayn dərslərim axşam saatlarındadır ki, hər bir şagird bundan yararlana bilsin. Əyani dərslərim də Eylər Akademiyada keçiriləcəkdir. Mütləq şəkildə maraqlananlar paylaşacağım əlaqə nömrəsinə baxıb, yazıb, mən məlumat paylaşacağım o dəqiqə. Qeydiyyatdan keçə bilərlər. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, bu izahımın sizə faydası dəydi. Son olaraq videomu bəyənməyi, like etməyi və yoldaşlarınızla paylaşmağı unutmayın. Hər birinizə bir daha uğurlar.